Salam dəyərli izləyicilər, kanalımızda xoş gördük sizləri. Bu dəfə formatımızdan fərqli bir video paylaşacağım sizinlə. Yəhya üçün bəzən hərfləri qarışdırır deyə kiçik qeyd dəftərçəsi hazırlamaq istədim. Daha sonra bunları da sizinlə bölüşdüm ki, bəlkə kimin üçünsə yeni fikir olar. İstifadə elədiyi hüsn xəttdən hərfləri belə kəsib götürdüm ki, hamısı əl yazı olmasın. Uşaq üçün həm maraqlı, həm əyləncəli oyun formasında olsun dəftəri. Bu hissələri kəsib götürəcəm. İstəsəz əl yazını özünüz yaza bilərsiniz, yaxud da hərflərin özünü də hüsn xəttdən kəsə bilərsiniz. Seçim sizin. Mən əsasən hərflərlə başlayan sözləri kəsib götürəcəm. Baxın, bu formada istəsəz çap hərfləri götürüb dəftər üzərinə yapışdıra bilərsiniz. Yaxud da belə deyim, bir neçə hüsn xətti varsa, birindən hərfləri götürə bilərsiniz, digərindən şəkilləri. Seçim sizin. Yəni, hansı uşağın daha çox diqqətini cəlb eləyirsə. Bəzən Yəhya çapla əl yazmanı qarışdırır. Məsələn, kitabdan oxuyur, üzündən köçürdəndə düşünür ki, bu hərfin əlinə yazması necə idi? Sırf ona görə bu dəftəri hazırladım. Və düşünürəm ki, bəlkə də analar üçün pratik çözüm, belə deyək, sadə çıxış yoludur, asan həll yoludur. Dəftərin vərəqi iki istiqamətdə hazırlana bilər. Belə düz formada yapışdırıb altına şəkilləri yerləşdirə bilərsiniz. Baxın, məsələn, bu formada mən yazıram və altına şəkilləri yapışdırıram. Yaxud da dediyim kimi əllə yaza bilərsiniz. Amma mən yan tərəfə doğru albom formasında seçdim dəftəri ki, şəkilləri alt-alta yapışdırırım. Sizə onu da göstərəcəm. Hələ ki, bunu ilk variant kimi paylaşıram. Tək-tək də kəsmək olar. Amma aboy bıçağı ilə rezakla bir neçə səhifəni, vərəqi kəsmək daha rahatdır. Vaxt itkisinə görə, həm də səliqəli olduğuna görə bölüşürəm sizlə. Yəni, fərqi yoxdur. Dediyim kimi, tək-tək qayçına da kəsmək olar. Mən bu formada yapışdırıb əllə yazacağım. Amma yenə seçim kimi göstərirəm. İstəsəz, kəsdiyiniz hərfləri də bu formada yanından yapışdırmaq olar. Yaxşım dəftəri. Hansı hərfdə çaşırdın ən çox ömrüm? Bax, gör. Tamam. Həm yazısını yazdım ürəyim kənarına. Bu göstər. Ay, sağ ol. Həm də o kənarına əl da yazmaları. hə, sənə qurban. Kitabla əl yazmanı da yazdım ki, bəzən çaşdıra bilirdim. Baxın, bu formada son halı. Yahyama. Qəşəng günün olsun. Sənə qurban. Orada da hinduşka var. Hinduşka deyil, dəvə quşudur. Baxın, orada quşu deyil axı. Hinduşkadır. Oxu görüm Yahya, indi bu yanında qoy. Nə vaxt çaşdın, unutdun baxarsan. Yaxşı ürəyim.